Yaxın Şərqdə tarixi addım atılır. ABŞ prezidenti Donald Trumpın elan elədiyi kimi Livan və İsrail 10 günlük atəşkəsə razılaşıb. Atəşkəs aprelin 16-sında yerli vaxtla gecə yarısı qüvvəyə minib. O, İsrailin baş naziri Benyamin Netanyahu və Livanın prezidenti Joseph Aoun'la danışdığını bildirib və hər iki lideri Ağ Evə danışıqlar üçün dəvət eləyib. Livanın baş naziri Navaf Salam bildirib ki, Livan ilk gündən atəşkəs tələb eləyir və ümid eləyir ki, 1 milyondan çox məcburi köçkün tezliklə evlərinə qayıda biləcək. Netanyahu isə razılaşmanı tarixi fürsət hesab eləyib, amma vurğulayıb ki, İsrail qoşunları Livanın cənubunda qalacaq və Hizbullahın tərk-silah edilməsi gələcək sazişin şərti olacaq. Son günlərdə istər qardaş Türkiyədə, istər Azərbaycanda siyasi çevrələrdə belə bir fikir səsləndirilir ki, İrandan sonra hədəf sanki Türkiyədir. Güya İsrail-Türkiyə müharibəsi qaçılmazdır. Əslində sizin verdiyiniz sualın cavabı da buradadır. Yəni İsrail öz sərhədlərinin 5 kilometrliyində olan bir kiçik yaşayış məntəqəsini quru qoşunları, zirehli texnikalar, havadan da çox ciddi qırıcı təyyarələrin raket zərbələri ilə endirməklə ala bilmir. Doğrudur, şəhər tam olaraq mühasirəyə alınıb. Fakt bundan ibarətdir ki, İsrailin əsas gücü hava gücüdür. Adətən hərbi təcavüzlərdə vurqaç əməliyyatından, prinsipindən istifadə edilir. Yəni İranın bombalanması kimi. Ancaq gördüyünüz kimi havadan vurub qaçmaqla bir ölkəni istila etmək, istədiyin hədəflərə çata bilməzsən. Hətta sənin müttəfiqin hegemon dövlət olan Amerika Birləşmiş Ştatları olsa belə. Bunun üçün döyüşən orduya cəsarətli, peşəkar əskərə ehtiyac var. Yəni bu məsələlərdə hava nə qədər önəmlidirsə, əskər və komanda heyəti, ordu çox böyük əhəmiyyət daşıyır. Ona görə də İsrail-Türkiyə müharibəsi gözlənilir ifadəsi işlədəndə bu həddindən artıq şişirdilmiş bir ifadədir. İsrail bütövlükdə Türkiyənin 2 komando korpusuna qarşı duracaq gücdə belə deyil. İran uzun illər nüvə proqramını sülh məqsədi adlandırsa da, Qərb dövlətləri və İsrail bunu təhlükə kimi görürdülər. Əgər rəsmi Tehran rəsmi şəkildə belə deyək də nüvə silahından imtina edərsə, bu regionda gərginliyi azaldacaq və iqtisadi sanksiyaların yumşalmasına yol aça bilər. Trump sülh sazişi imzalanmasını həm daxili, həm də beynəlxalq siyasətdə böyük rezonans doğura bilər Trumpın bu sazişi imzalanması. Bu Trumpın güc və mövqeyini, diplomatiya yanaşmasının nəticəsi kimi belə deyək beynəlxalq ictimaiyyətə təqdim oluna bilər. Belə deyim, ABŞ-İran münasibətlərində yumşalma enerji bazarlarına, xüsusilə də neft qiymətlərinə də təsir edə bilər. Hətta bunu Avropa İttifaqı belə deyək də diplomatik kanalların açılmasını müsbət qarşılayacaq təbii ki. BMT-nin baş katibi Antonio Guterres atəşkəsi alqışlayıb və tərəfləri atəşkəsə tam əməl eləməyə çağırıb. İranın Xarici İşlər Nazirliyi də bu addımı təqdirə layiq hesab eləyib. Çünki Tehran Livan müharibəsinin dayandırılmasını ABŞ-la danışıqlar üçün əsas şərt kimi irəli sürmüşdü. Livanda bir çox dövlətlərin, o cümlədən Avropa Birliyi ölkələrinin, xüsusilə də Fransanın böyük geosiyasi maraqları var. O baxımdan İsrailin Livandakı Hizbullaha qarşı əməliyyatları ciddi mənada etirazlarla qarşılanır. Bundan başqa əlbəttə bu məsələdə əhəmiyyətli rol oynayan bir ünsür, element İran məsələsidir. Çünki İran iddia edir ki, ABŞ-İsrail-İran atəşkəsi razılaşdırılanda bu atəşkəsin prosesdə iştirak edən bütün coğrafiyalara, qüvvələrə aiddir. Yəni dolayısıyla müqavimət oxu adlandırdığı İranın proksi qüvvələrinə də aid olduğunu bəyan edir və ABŞ-ın İsrailin bunu qəbul etdiyini bildirir. Baxmayaraq ki, Donald Trump və Netanyahu bunun Livana aid olmadığını, yəni Hizbullaha aid olmadığını bəyan edirdilər. Ancaq nəticə etibarilə Livanda bugün, yəni kövrək də olsa atəşkəs razılığı
əldə olunubsa, bu bilavasitə Donald Trump'ın ciddi müdaxiləsi fəaliyyəti ilə bağlıdır. Çünki Donald Trump İranla istənilən bir səviyyədə sövdələşmədə maraqlıdır ki, müharibə tezliklə bitsin və dünya iqtisadiyyatını böhrana sürükləyən Hörmüz boğazı açılsın. Bundan əlavə, Trump ötən gün aprelin 16-sında İranla bağlı mühüm açıqlama verib. O bildirib ki, İranla təkcə atəşkəs yox, birbaşa sülh sazişi yaxın günlərdə mümkün ola bilər. Biz İranla razılaşma əldə eləməyə çox yaxınıq, müharibə çox tez bitəcək deyə o bildirib. Bu açıqlamanın nə qədər real davamlı olduğu hələ ki bəlli deyil. İndi bunu proseslər müəyyənləşdirəcək. Belə deyim, İranın daxili siyasi qüvvələri ABŞ Konqresində müxtəlif mövqelər və regiondakı güvən böhranını bu prosesin taleyini müəyyən edəcək, hələ bu gələcəkdə edəcək. Hesab edirəm ki, bu belə tez baş vermə ehtimalı ola bilməz. Başqa sözlə, əgər doğrudan da belə net şəkildə birbaşa sülh sazişi imzalanarsa, bu yalnız ABŞ-İran münasibətlərini deyil, bütün yaxın şərqdə yeni geosiyasi balansın başlanğıcı ola bilər. Prezident vurğulayıb ki, İran nüvə silahını əldə eləməmək barədə razılıq verib və 20 ildən artıq müddətə nüvə proqramından imtina eləməyə hazırdır. O, hətta İranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə hazır olduğunu da qeyd edib. Bu ki qaldı Trump'ın açıqlamasına ki, İran nüvə silahından imtina etdi. Açığı bu sözlə manipulyasiyadan başqa bir şey deyil. İran bütün zamanlarda rəsmi şəkildə bəyan edib ki, sabih lider Ali Ruhani Ali Xamneyinin fətvası var ki, İran heç bir zaman nüvə silahına malik olmayacaq və bunu İslamla əlaqələndirdilər. Ən azından sözdə, görüntüdə bu belədir. İndi İranın nüvə bombası əldə etməyəcək fikri heç nəyi dəyişmir. Yəni İran əvvəl də bunu deyirdi. Bunda sual olunur Trump'a ki, nə dəyişdi ki? Əgər İranın rəsmilərinin sözünə inanmaq və etimad etmək bu qədər asandırsa, bunu əvvəllər də iddia edirdilər. Onda bu boyda xərclərə, maliyyə xərclərinə, insan itkilərinə, texnika itkilərinə, regiona vurulan zərərlər, dağıntılar nəyə lazım idi? Trump sözlərinə əlavə eləyərək bildirib ki, bu nüvəsiz razılaşma olacaq. İran nüvə silahına sahib ola bilməz. O, Pakistanda, İslamabadda yeni danışıqların bu həftə sonu keçirilə biləcəyini və lazım gəlsə özünün ora gedərək sazişi imzalayacağını bildirib. Təbii ki, hər iki tərəf özünü müdafiə hüququnu saxlayır və danışıqlar hələ davam edir. Amma Trump'ın dünənki bəyanatları göstərir ki, diplomatik yol artıq açıqdır. ABŞ ordusu müharibə başlayandan indiyənə qədər qarşıya qoyduğu və ictimaiyyətə açıqladığı hədəflərə çata bilməyib. Eyni şeyi İsrailin Livanda Hizbullaha qarşı keçirdiyi əməliyyatlara da aid eləmək olar. Ateşkəsi də Trump'ın Netanyahu'ya etdiyi təzyiq kimi düşünün. Bu böyük bir təzyiqin nəticəsi olaraq var. Çünki iki cəhbədə döyüşən İsrail və onun şahin siyasətçiləri İranla atəşkəsi fürsət bilib Hizbullahı tamamilə bitirmək istəyirdilər. Ona görə Netanyahu nə İranda, nə də Livanda Hizbullahçılara qarşı hədəflərinə çata bilmədi. Dolayısıyla bu da ictimai rəydə Netanyahunun əleyhinə işləyən çox ciddi bir siyasi amildir. ABŞ anlayır ki, hazırki vəziyyətdə yenidən hərbi əməliyyatları bərpa eləmək ABŞ-a maliyyə və strateji cəhətdən çox baha başa gələcək. İran da həmçinin danışıqlar prosesini və sülh sazişini daha üstün tutur. Çünki Hörmüz boğazında böhran vəziyyəti bombardmanlar zamanı ölkəyə dəyən mülki və iqtisadi zərər 100 milyardlarla dollara bərabərdir. Bir gündə bir-birinə zidd olan müxtəlif fikirlər toplusuna malik olan bir şəxsdən söhbət gedir. Donald Trump hər zaman belə qeyri-müəyyən olub və eyni siyasəti, eyni fikirləri davam etdirir. Ona görə Donald Trump'ın nə dediyinə deyil, nə etdiyinə, nəyə qərar verdiyinə baxmaq və bundan konkret nəticələr çıxarmaq lazımdır. Ancaq hər bir halda anlaşmanın yaxın olduğunu demək olar. Çünki artıq dost Pakistan rəhbərliyinin də bu yöndə konkret ehtiyatlı açıqlamaları var. Ancaq bu sülh sazişi demək deyil. Bu prinsipcə anlaşma bir memorandum ya çərçivə sazişi kimi düşünülə bilər.
Ancaq sonradan bu prinsiplərin içini doldurmağa ehtiyac var. Yəni detallar bir-bir ayrıca konkret maraqlar çərçivəsində uzlaşdırılmalı, razılaşdırılmalıdır. İndiki halda İran bu müharibədən nəticə çıxararaq hazırki dünyada nüvə silahına sahib olmanın havada və quruda üstün olmaqdan daha vacib olmadığını anlayıb. Bu səbəbdən hal-hazırda İrana daha modernləşmiş ordu lazımdır. Nüvə silahı yox. Həmçinin hava üstünlüyünün olmaması və hava hücumundan müdafiə sistemlərinin ABŞ və İsrail aviasiyasına qarşı çarəsizliyi İranı sülhə getməyə məcbur eləyir. Baxmayaraq ki, İran bu müharibədə kifayət qədər aviasiya vasitəsi vura bilib, lakin hava məkanını qarşı tərəfin aviasiyasına qarşı bağlamağa nail olmayıb. Sülh danışıqlarının nəticəsini isə növbəti raunddan sonra görmək mümkün olacaq. Mirzə Altay, xüsusi olaraq Medialog üçün.